Ötən gün Mingəçevirdə evdə xanımı ilə birgə meyidi aşkarlanan 64 yaşlı kişi Rusiya vətəndaşıdır. Yerli bürosunun məlumatına görə hadisə dünən şəhərin 20 yanvar küçəsi 6 ünvanında yerləşən həyət evində baş verib. Həmin ünvandakı evdə ölmüş vəziyyətdə aşkarlanan 1961-ci il təvəllüdlü Mustafa Babayevin və onun 1962-ci il təvəllüdlü xanımı Sayalı Babayevanın ölümü ilə bağlı yeni təfərrüatlar məlum olub. Mərhum Mustafa Babayevin qudası yeganə qızının qaynatası Nurələ Məskərovata görə bir oğul və bir qız övladı olan mərhum cütlük mehriban və xoşbəxt yaşayıb. Rusiya vətəndaşı olan Mustafa Babayev 30 il orada fasiləsiz yaşayıb, ailəsi üçün xoş güzaran yaradıb. Ailənin xoşbəxtliyi 2 ay öncə pozulub. Ailənin Rusiyada yaşayan yeganə oğul övladı Murad münaqişə zəminində Tacik millətindən olan cinayətkarlar tərəfindən qətlə yetirilib. Mərhumun meyidi Mingəçevirə gətirilərək dəfn olunub. Mayın 1-də Muradın 40 günlük yas mərasimi keçirilib. Yaxınlarının sözlərinə görə övlad itkisi ata-ananın dərin üzüntüsünə səbəb olub. Onsuz da xəstə olan ana infarkt keçirib. Dünən Sayalı Babayeva növbəti dəfə infarkt keçirərək vəfat edib. Həyat yoldaşının öldüyünü görən Mustafa Babayev qudası Nurələm kişiyə və dostuna qısa məzmunlu mesaj yazıb. Oğlum vaxtsız getdi, Sayalım da öldü. Daha yaşamağa həvəsim yoxdur. Salamat qalın. Mən gedirəm. 15 dəqiqə sonra gələrsiniz bizə. Mesajı göndərdikdən dərhal sonra Mustafa Babayev həyətdə özünü asaraq öldürüb. Mesajı alan quda, kürəkən və digər doğmalar tələsik özlərini həmin ünvana çatdırsalar da, ər-arvadı ölmüş vəziyyətdə aşkar ediblər. Qeyd edək ki, ailədən yeganə sağ qalan ailəli qız övladıdır. Rusiyada qətlə yetirilmiş Murad subay olub.